Növbəti yarış iştirakçıları Yusif və Samirdir. Gəlin görək indi Yusif və Samirdən hansı qalib olacaq. Yusif, buyur, səndən başlayaq. Atmosfer havaların üzərində sürüşür. Nəyin üzərində? Atmosfer. Düzdür. Samir, buyur. Coğrafi biliklərin artması xəritəçiliyin inkişafına necə təsir etdi? Coğrafi biliklər artdıqca xəritəçilik riyazi elmə çevrildi. Xəritəçilik riyazi elmə çevrildi və yeni ərazilər kəşf olunanda elə bir enli uzunluğuna koordinatlarla əvəz olunur. Doğrudur. Yusuf, buyur. Əhali coğrafiyası nəyi təmin edir və onun əhəmiyyəti nədən ibarətdir? Müəllim, əhalinin məskunlaşması, yaşadığı məntəqədən və yaşadığı şəraitdən asılıdır. Tamam, yəni əhali haqqında dedik. Tamam, davam edelim. Samir, buyur. Fiziki coğrafiya nəyi öyrənir? Fiziki coğrafiya yer kürəsinin xüsusiyyətlərini... Nəyini konkret, yəni onu iqtisadi coğrafiyadan fərqləndirən cəhət nədir? Fiziki coğrafiya nəyi öyrənir? Təbiət və təbiətdə baş verən hadisələri öyrənir. Samir. Divergent sərhəd nədir? Atmosfer havalarının uzaqlaşması. Tamam. Fransızların Sakit Okeanda apardığı tədqiqatların əhəmiyyəti nədən ibarətdir? Yeni adalar kəşf edirdilər, xəritəçiliyi öyrənirdilər. Və Okyanın arasında Okean adaları. müstəqil adaları öyrənirdilər. Sonra Fransızlar kimi Dejac Picard, Auguste Picard neyini bilər ondan? Xəritəçiliyi inkişaf edilmişdir. Okean dibini öyrənirdilər. Marian çökəkliyini kəşf edilər. Okean dibinin relyefini, profilini qurdular. Davam edən. Yarımlıqlar düşmə xarakterinə görə neçə yerə ayrılır? 3 yerə ayrılır. Aramsız, leysan, skin. Doğrudur. Antisiklonlar hansı enlikdə yaranır? Antisiklonlar Nədə antisiklon küləyi? Külək hardan hara doğru gəlir? cənubdan, Yox. Külək, yəni antisiklon mərkəzində necə o hava olur? mərkəzdə qapalı alçaq təzyiqdə, Yox, Samir. Antisiklon mərkəzində yüksək təzyiq olur, ətrafında alçaq təzyiq olur və külək mərkəzdən ətrafa doğru hərəkət edir. Ona görə də mərkəz hissəsində dediyim kimi yağıntısız olur, amma nə olduğunu tam izah edə bilmədim deyə mərkəz qoyuruq. Buyur. Üfüqi hərəkətlər hansı geoloji strukturları yaradır? Yaxınlaşma və uzaqlaşma. Yəni, nələrin? Litosferlərin. Litosfer nəyinin? Havalarının. Aizdə olur. Litosfer havalarının yaxınlaşması və uzaqlaşması olur. Samir, buyur. Litosfer havalarının hərəkətinə səbəb olan qüvvə nədir? Nəticəsində astenosfer üzərində sürüşür. Sürüşürlər. Bəli. Yusuf, buyur. Qalxma nədir? Yer qabığının yuxarı hərəkət etməsi. Vulkan püskürmələri hansı şəhərlərdə daha çox olur? Vulkan püskürmələri Litosfer havalarının sərhədinə xüsusilə vulkan püskürmələri baş verir və İslandiya kimi, Yaponiya kimi, Filipin kimi, Yeni Zelandiya kimi ölkələrdə vulkan püskürmələri müşahidə edilmək olar. Yusuf, buyur. Yer qabığının hərəkəti hansı proseslə bağlıdır? Səbəb nədir? Yerin üstündə olan o hərəkətlərin səbəbi nədir? Tektonik hərəkətlər. Onları hərəkət gətirən səbəblər nədir? Litosfer havalarının hərəkətləri. Səbəbini istəyirsən yəni. Yerin daxilində olan yüksək temperatur və yüksək təzyiq nəticəsində səthə təsir göstərir və yer səthinə yaxın olan litosfer havaları astenosferin üzərində sürüşürlər. Buyur.
Tektonik hərəkətlər yer səthində hansı nəticələr yaranır? Tektonik hərəkətlər yer səthində üfüqi və şaquli hərəkət edir, amma nəticəsini istəyirsən, nəticədə nə yaranmış olur? Mən yer səthində yuxarı və aşağı istiqamət. Nəticədə nə baş verir? Nəticədə Yer düz və normal olur. cavan dağlar və vulkanlar formalaşmış olur. Silikon nədir? Siklon. Siklon, hə. Siklon Siklon daxilində alçaq hava təzyiqi, kənarlarında isə yüksək hava təzyiqi olan atmosfer. hadisəsidir. Bu zaman külək hardan hara doğru hərəkət eləmiş olur? Kənarda yüksəkdirsə, mərkəzdə alçaqdırsa, külək hardan hara doğru hərəkət eləmiş? Təzyiqdən hansı təzyiqə doğru hərəkətdir? Yüksəkdən alçağa. Aristobul, indi siklona nə deyirsən? Kənarda yüksəkdirsə, deməli daxilə. Kənardan daxilə doğru belə hərəkət edəcək. Tamam. Samir, buyur səndən davam edelim. Sevimli plejin yolu kimdir və hansı əraziləri kəşf etmişdir? Rejim Qalxma və enmə prosesləri hansı ərazilərdə daha çox müşahidə olunur? Qalxma prosesi Skandinaviyanın sahillərində, enmə prosesi isə Şimal Okeanının sahilləri. Tamam. Simet nədir? Mən simet hava qatında toplu yağış buludlarında yerə doğru hərəkət edən nəhəng qurulma. Sonuncu sualımızı Yusuf, buyur. Götür. Ağlacı nə deməkdir? İnsan həyata eləmiş şeylər. Tamam. Aramsız narin yağışlar necə adlanır? Leysan. Aramsız narin yağışlar necə adlanır? Leysan. Leysan yağışları müsabiqət edir. Deməli, nəticə olaraq Yusuf'un bir səhvi var. 9 bal qazanmış olur. Samir 4 bal qazanmış olur və bu qruplaşmadan da Yusuf qalib gəlmiş olur.